Salam uşaqlar. Uşaqlar, bu yay siz qış tətilində olsanız da, bəzi uşaqlar deməli çalışmalardan istəyir ki, mən onlara belə bir çalışmalar göndərim, hazırlaşdırdığım uşaqlar ki, onlar vaxtlarından səmərəli istifadə eləmək üçün arada bunlardan, bu misallardan, məsələlərdən çalışmaq istəyirlər. Mən də bunu təkcə hazırlaşdırdığım uşaqlara yox, həm də bu səhifədə, video səhifəsində qoyuram ki, uşaqlar siz də baxasınız, siz də eləyəsiniz ki, biraz da sizə riyaziyyat fənnini, çətinliklərinizin aşmaqda sizə kömək eləyər. Mən davam eləyirəm. Cəmi 10 dənə, 12 dənə misaldır burada. Balla, özünüz də bunun balını özünüz üçün hesablaya bilərsiniz. Mən bunu qoyandan sonra bir müddət deyəndə ki, sabah ya birisi gün bu misalların cavablarını da qoyacağam. Siz də yoxlayın görün neçəsini səhv, neçəsini düz eləmisinizsə. Həmin İstəsəniz mənə qısa videoların altında da şərh bölməsi var. Onlardan yaza bilərsiniz. Onlardan bildirə bilərsiniz ki, siz nə qədərini düz eləmişsiniz cavabları göndərəndən sonra. Və onda özünüzə bal hesablaya bilərsiniz. Beləliklə biz davam eləyə bilərik. Mən yenə də sizə hazır misallardan göndərərəm. Siz də eləməklə biraz da biliklərinizi artırarsınız, gözəl balalar. Əgər sizin də yararlı bir video olarsa sizin üçün, bəyənin, paylaşın ki, digər dostlarınız da, digər beşincilər də istifadə edə bilsin bu videolardan. Videoların 7-sini çəkdim mən bu səhifədə. Davam eləyirəm 8-ci ilə, kitabın digər yarısındadır. 8, bu 9'dur, 8'ə başlayaq. Bu tərəfində üstünü bağlayıram, mən bu dəqiqə sizə mane olmasın. 8, bəli budur. Bu da 9-cu misal. Cavabları var. Siz cavablarını qeyd eləyin. Özünüz üçün tapandan sonra bir kağızda qeyd eləyin. Bunları düzgün cavablardan sonra sayın görək 12 dənə misal və məsələdən neçəsini düz eləmişsiniz. Bəlkə riyaziyyat müəlliminiz sizə artıq qiymət yazıb, bəlkə də az qiymət yazıb. Onu özünüz üçün dəqiqləşdirin ki, sizin biliyiniz yaxşı çoxdur və yaxud da azdır. Deməli, belə uşaqlar, mən bu videonu qoyacağam YouTube-a. Siz də yararlanacaqsınız, istifadə eləyəcəksiniz. Mütləq istifadə eləyin. Xüsusilə riyaziyyata həvəsi olanlar, marağı olan uşaqlar mütləq istifadə eləyin bunu. Ki, ardı da əgər bəyənmələrin sayı çox olarsa, baxış sayı çox olarsa, bu çalışmaların, bu göndərdiyim bu tapşırıqların ardınca yenə də cavabları göndərəndən sonra yeni bir çalışmalar, tapşırıqlar göndərə bilərəm sizə. Yəqin ki, evdəsiz, həftə ortası valideynlər də işdə olduğundan sizi bəlkə də gəzməyə apara bilmirlər. Vaxtınızı elə telefonla qurdalanmağa keçirməyin. Sizə oradan heç bir xeyir gəlmir. Bunlardan istifadə eləyin. Azərbaycan dili müəllimi, İngilis dili müəllimi, bəlkə bunların da tapşırıqları var YouTube-da. Onları tapın, onları da eləyin ki, özünüzü irəli aparasınız. Burada öyrəndikləriniz ancaq sizin özünüzə lazımdır, gözəl balalar. Səmərəli istifadə edin vaxtınızdan. Bu qədər, sağ olun.